Lal 33 günə çıxır, cırördə 28 günə, toyuqda 21 günə. 40 oldu 26 günə. Qoyuram nədir kimin adı? 2 saatdan, 3 saatdan, 4 saatdan bir gəl onu belə bu izə edirəm, o izə edirəm ki, çalxalansın da. Prosta bu da bunun özü avtomatik öz içində çalxalayan da var, o bahadır lap çox bahadır. Neyinirəm mal lazımdır. Gəlim 2 saatdan bir belə edirəm, belə edirəm. İnce az qaldı, neçə günlük gedir. Çıxacaq cücələr oradan yerə, çıxacaq cücələr oradan yerə, mən də götürüb saxlayacağam. Bir də kimdir? O ördəklə bastırmışam, mən demirəm. Bir də kimdir gözləyəm ki, küçsün. Yığıram içinə 100-200 dənə yumurtanı və salam çıxardır, verirəm cücələri saxlayıb yeyib yeyirəm. Tez-tez açma, elə bir toyuğu yumurta. Yo, açma, qaqa, elə bir açdım görüm suyu, 3-4 gündən bir suyunu dəyişməliyəm də. Ağza kimi dolma, onun içində su dolur, təravətləndirir, öz yerə bir toyuq çıxardır. İnkubatordur. Sağ olsun. Mənə pay verdi qazimiz, deyir, reklam edəcəm də, mən də onu ki, çox inkubatorlar yığır, satır, bunlar pay verdi. Kim verir az ilinkinin bu vaxtı? Allah balasını saxlasın, Allah nə muradı varsa versin. Sağ olsun. Deyir, bax, yumurtanı yığırsan, kletka yığırsan, və altı bax, bir dənə belə eləyirsən, yumurta döyüb, belə durmuyor. Gəlirsən 2 saatdan sonra verirsən, bax, belə əyilir, belə durur. Sonra 2 saatdan sonra gəlirsən, verirsən, belə durur. Bu bir üzrə durur. Və sonra cücə çıxır. Deyir, bax, 37 dərəcədə isti var. Özü təmsinləyir içəridə. Mən burada çıxardıram. Sağ ol, maşallah. Deyərəm, səhifəsini paylaşarım, deyərəm, siz də yığdırarsınız. Tökülmür, onun içinə girir o. Yumurta harada tökülür? Girir onun içində, oturur burada, ne tökülür ki? Ha. Və sonra cücə də çıxan kimi buradan aşağı düşür. İndi gətir o suyun içinə setka qoyacaq ki, çıxanda bir suyun içinə düşər. Hələ indi elə çox getməyib var, çıxan 3 gün yaxın. Yumurtanı da tərs üzdən qoyursunuz, dimdiyi olan yerin aşağıya qoyursunuz. Və sonra oturub bir-birinizə düşmür elə. Cücə də çıxan kimi soyulur, qabaqçı altdan düşür yerə. Şıx da tez-tezdən özü təmzinləyir suyu zad içində. Çox gözəl bir şeydir. 29-un yekə uşaqları özü təmzinləyir də, 37 dərəcədə çıxmır. İyi zadı gəlmir, səs deyiləmir. Gəl. Aşağıda elma arıqlamıyor, elmanı qırtdırmışam. Elmanı satacağım. Hamama baxaq qaqa, hamamım, yo 37 olmalıdır da. Neçəli bax, nə bilim qaqa, bilmirəm, ma pay verdilər. Bilmirəm, gözəl şeydir də uşaqlar. Bir də gedib gözləmişsiniz ki, toyuq 36 istilik, nəmişlik 29. Qocum nəmişlik 8-dir, 37-dir. Qoz yəfrini soruşunda, deyim qaqa, dərəcəsi 37.8, onun başı çıxır. Qoz yəfrini görün. 37.7 oldu. Deyim elə qaqa, qocum görün, bəlkə deyirəm, düz təmizləməz. Gedim zəfrini soruşum, dəyərli qazimizə. Görsən qazimizi. Deyəcəm, hamı. Deyəm. Cavid. Cavid Abu Zərlidir. Çox gözəl insandır. Necəsən ay Cavid qardaş? Mənim səsini eşitdim oldu məna. Mən canlıdan yığmışam, hal-hazırda 5000 insan baxın. İnkubatorunuzu göstərdim, siz zaman verdim. Hamı soruşur ki, kim verir, neçədir? Maraqlan. Söz deyirəm ay Cavid bəy. Sizdən bir şey, mən indi bu inkubatora yumurtaları qoymuşam. 37.8 dərəcədir. Düzdür? 37.8 o temperaturdur, bəli. Neçə olmalıdır? 37.8. Hə, 37.7 olur, 37.8 olur. Bu yəni qanundur. Hə, yaxşı. Yanda el olmalıdır da, mən toyuq neçədə çıxır bəs? Elə bil çıxana yaxın, elə bil toyuq 21 günə çıxır. Hə, bilirəm, çıxana yaxın ayırmalıyam. Çıxana yaxın temperaturu indirəcəksən 37.4-ə, 37.5-ə. Əgər bacarmasan zəng eləyərsən onu başa sal. Mən nə bilim ki, qardaş, mən ona 40 yumurtası qoymuşam, yaponka toyuq qoymamışam. Yaponka yumurtası qoymuşam, bir də ördəklər qoymuşam. Hə, heç nə, çıxana yaxın zəng eləyərsən deyilmək lazımdır, kömək eləyərəm. Hə, çox sağ ol. Allah sən ömrünü uzun eləsin. Bizim dəyərli qazimiz. Təşəkkür ederim. Allah sizi qorusun. Ya, sağ ol, çox. Gör, nə gözəl insandır. Düzdür dərəcəsi. İnşallah sən də tutar. Niyə tutunlar ki, qaqa, nə varım ki? Tərbiyəsiz hərəkət edirəm, nə edirəm ki, qaqa? Açılıb evimə işimi, kənd həyatımı göstərir, bacarığımı göstərir. Mən niyə tutunlar ki, kiməsə bir pisliyim deyir? Aparatın kiməni soruşmadım. Cavid Abu Zərlidir də, TikTok səhifəsi var. İndi özüm video çəkəcəm, səhifəmdə paylaşacağım, onun səhifəsində tağ edəcəm. Takibatı direktində yazıb soruşarsınız. Deyib, bax, 2 dənə 40 oğlum çıxdı, toyuq çıxardı. Ha, yeşin içindədir. Bir dənə yemiş qabala. Yeməyə suyu qoymuşum, yeyirlər. Sənə burada gözəl sözlər yazırlar, babaş. Onları oxu, pisləri yox ya. Salam. Bəş işıq sönsə, uşaqlar pərdədə işıq sönmür. İşıq sönəndə 3-4 saat özünün müddəti var. Özü istilik tənzimləyicini saxlayır 3-4 saat. Pərdədə də yarım saatdan 20 dəqiqədən artıq işıq. Hələ o gələndə işıq sönmür. Əgər gördüm daha çox işığını sönür, bir dənə geri anahtar alacağım.
İşləmiş gelən atılır, doğrudur. Benzin xodlayacağım, 2 satışı. Məndə 5-6 satışıq sönmür. Ay, güclü külək əsərsə, Bərdədə yağış, külək, qasırğa olarsa, hə, onda bir gün yan vermişik. Onda get generator alır. İnşallah sönməz, sönməzsə çəki qırğın ki şey, külək əsad olmasın. Koti! Ay Koti! Ay mənim evimin yaraşıqları! Ay mənim qoy... Canlarım! Altıma ne girirsən? Uş. Gikirim ya Allah'ım benim canlarım. Geçin. Bıdı. Ay benim imam Nazlı Dızlı hanım. Eyman hanım Nazlı Dızlı. Uş. Sen benim emin he. Sen de seveceğim. Uş. Gel Koti gel. Gel sen de sevileyim gel. Görsen bak benden günü güzel oynayayım ha. Gel sen de sevileyim. Gel. Gel hareket et. Uş. Durma. Uş. Hür. Yalama beni. Ama sen neyle bakırsan? Nazlı tuzlu evmi Koti. Nazlı tuzlu Koti. Haber bunlara hele sevgi ihtiyacı var uşaqlar. Hoş değiller sevilmeye. Arıqlayıqlar, en iyisi arıqdılar. Bu yemeği sevirlər yemeği. Deyil ancaq bizə ət yemeği ver. Eləmə. Deyil ancaq bizə ət yemeği ver. Həkim də deyir ki, öz yeməklərini verir. Öz yeməklərini ürəklə gelirlər. İşləməyər. Sizin çörək verərinizə mi? Mən olmasam sizə kim baxacaq? Kim bakacak size? Acından köpük kısarsınız. Nağaçsan az onu. Bu yaz kızın hareketine. Kıya ağzını niye bırakmışsan? Terbiyesiz. Bu yaz 200 öldürme ağzının arasında duruyor. Boş boşuna. Ay Kerim. Şaka suyu doldurma tamam. Ya sen kahve evde unuttun ha? Yoksa kahve orada kaldı. Ha orada. Gide tezörden yemeğimi vereyim.